Dostlar, hal-hazırda Fabirlik şirkətinin zavodundayıq. Gəlmişik bura. Və bura bizim belə deyim də şirkətin yeməkxanasıdır. Və şirkət bizi özəl olaraq yeməkxanada yeməyə dəvət edib. Ondan sonra isə biz bunlar hamısı şirkətimizin top liderləridir. İli direktor və daha üst rütbələrdir. Gördüyünüz kimi. Nura xanım da buradadır. Hər birimiz buradayıq. Kənan da oradadır. Növbədədir. Və çox gözəldir. Qismətimizdə bir gün şirkətin baş ofisində, zavodun yanındadır, baş ofis yerləşir. Orada nahar etmək də var imiş Elnuriyə xanım. Deyirəm, qismətimizdə şirkətin baş ofisində nahar etmək də var imiş. 3 gün bizi polnu Vallahi yedizdiriblər. Yəni